16 vопросы. 16-cı sualdan gəlin baxaq. 16-cı sualımız əslində normal cümlə tamamla sualıdır. Sadəcə burada sizin fikrinizə, daha doğrusu diqqətinizə bir məsələni çatdırmaq istəyirəm. İndi biz inşallah ki, intensivə başlayanda bu tip sualların həm qəbulda, həm TQDK-nın sınaqlarında, həm də kitabın içərisində bizim qabağımıza bu sualların fərqli formatları çıxa bilər. Məsəl üçün, hal-hazırda məndir ki, дополните предложение və mənim belə bir cümləm var. Когда кто-либо нас обижает, C variantından davam eləmişəm. Мы должны написать это на песке, чтобы ветры могли стереть это. Deyir ki, nə zaman ki kimsə bizi xətrimizə dəyir, bizi incidir, biz bunu pesok sözünü hər zaman unuduram. Qumun üzərinə yazmalıyıq ki, küləklər onu silib aparsın. Küləklər onu silə bilsin. Belə bir cümləmiz var. Əslində, hal-hazırdakı cümlədə sadəcə məntiqi olaraq birinci cümlə, ikinci cümlə bir-birlərinə aid olmalıdır. Amma bəzən elə ola bilir ki, bu tip sualları oxuyursunuz, cümlənizin birinci hissəsindən oxuyursan, ikinci hissəsi bütün variantlarda sənə uyğun kimi gəlir. O tip variantlarda deməli bizim qrammatika məsələmiz artıq işə girir. Məsəl üçün deyirəm, cümləmin birinci hissəsində fe'l istifadə olunub, обижает. Necə tərcümə olunur обижает? Как понять обижает? İncidir. Правильно, bəli. Amma məsəl üçün cümləmizin ikinci hissəsində o fərqli formada istifadə olunur. Fe'limizi düzgün gəlmir. Və yaxud da cümləmin birinci hissəsində Sabina deyirsə, ikinci hissəsində əvəzlik olaraq istifadə edir on. Sabina istifadə edir cümlənin birinci hissəsində, ikinci hissəsində ona aid fe'li istifadə edir kişi cinsində və yaxud da cəm formasında. Deməli, xahiş edirəm, yadda saxlayın. Cümlə tamamla sualı iki formada ola bilər. 1. Məna olaraq cümləmin birinci hissəsi və ikinci hissəsi bir-birinə uyğun olmalıdır. 2 olaraq, qrammatik olaraq o cümlələr bir-birinə uyğun gəlməlidir. Hal-hazırda, когда кто-либо нас обижает, мы должны написать это на песке, чтобы ветры могли стереть это. Bir-birinə tamamilə uyğun həm qrammatik, həm də leksik olaraq ki, bir-birinə uyğun cümlədir. Ona görə heç bir problem yoxdur. Bunun qrammatika ilə olan versiyası da sizin sınavda qabağınıza çıxacaq. Onda onu da sizə izah eləyəcəm. Bir dəfə də göstərəcəm. Так, теперь у меня к вам вопрос. Bu 16-cı cümlədə baxın, кто-либо sözünü belə кружочек almışam. Necə tərcümə olunur кто-либо? Как переводится? Kimisə, хорошо. Bu kimsə. Başqa, bu qeyri-müəyyənlik deyək də, başqa bizim qarşımıza hansı formada çıxa bilər? Başqa mən bu kimsə sözünü necə deyə bilərəm? Hansı 4 forması var ya onun deyilə biləcək. Başqa hansı formalarda mənim qabağıma çıxa bilər? Baxın, bəli, baxın. Deməli bizim 3 şəkilçimiz var. То, либо, нибудь, кто-либо, кто-то, кто-нибудь. Bir də ön şəkilçimiz var. Prefiks olaraq, pristavka olaraq. Кое. Kое-кто. Bəlkə də eşitmisiniz. Bəli. Bu, baxın, əvəzlikdə olmuş ola bilər. Zərf olaraq da bizim qabağımıza çıxmış ola bilər. Например, gəlin götürək belə bir zərf. Где? Правильно? Где-то, где-либо, где-нибудь. Hardasa deyə tərcümə olunur. Mən onu кое ilə də düzəldə bilərəm. Кое-где, например, hardasa. Хорошо? Deməli, bu то, либо нибудь şəkilçiləri və кое prefiksi nəyi düzəldəcək? Qeyri-müəyyənliyi. Ya əvəzlik olaraq və yaxud da zərf olaraq. Bunu da deyim, yadınızda qalsın. İndi gəlirəm 17-ci suala. Deməli, bizim bu sınaqda mən sizə düz 2 dənə nitq səhvi sualı salmışdım. Çünki proqramla bu mövzular orada var. Значит, deyir ki, укажите вариант с речевой ошибкой. Mən aşağıdan başlayacağım izah eləməyə. Çünki düzgün variantım A-dır. Öncə bu səhv olan proseslərə qulaq asaq, sonra A variantına mən gələcəm. Deməli, mən başlayıram Y variantından. Y variantında belə bir cümlə qurub. Они похожи, как две капли воды. Hər şeydən öncə ondan başlayayım ki, как две капли воды bu bir frazeoloji birləşmədir. 2 damcı su kimi, yəni çox oxşar mənasında istifadə olunur. Bir, ondan başlayaq ki, ümumiyyətlə rus dili qrammatikasında frazeoloji birləşmənin dəyişik istifadə olunması, məsəl üçün bir sözün yerinə digərinin istifadə olunmasıdır, hər hansı bir sözün əlavə olunmasıdır və yaxud da silinməsidir, onsuz da bir nitq səhvidir. Bu bir. Amma sizin qarşınıza burada nitq səhvi necə çıxa bilərdi? Hal-hazırda cümlə tamamilə düzgündür. Onlar 2 damcı su kimi oxşardılar deyə tərcümə olunur. Frazeoloji birləşmədə heç bir səhv yoxdur. Amma səhv qarşınıza necə çıxa bilərdi? Bizim say və ismin uzlaşması deyə bir mövzumuz var idi. Həmin o mövzuda dve qaydasını izah etmişdim sizə. Yadınıza salıram bir daha. Dva
kişi cinsi və yaxud da orta cins isimlərlə istifadə olunur. Dve isə qadın cinsi isimlərlə istifadə olunur. Qapli sözünü ilkin formaya qoyaq gəlin. Капля. Капля. Какого рода это слово? Женского рода. Bəli, женского рода. Значит, məsəl üçün deyirəm ki, qarşınıza çıxsaydı, например, не как 2 капли воды, а как 2 капли воды, bu da bir nitq səhvi olardı. Çünki 2 qayda olaraq, qrammatik olaraq özündən sonra qadın, kişi və yaxud da orta cinsdə olan isimlər tələb edir. Bura qədər hər şey aydındır. Təkrarlayıram, amma cümləm səhv deyil. Sadəcə bu səhv ola bilərdi bu formada. Gəlin D variantına. Да. Не переживайте, я записываю. Gəlirəm D variantına. Deməli, aşağıda baxın sizə 3 və troya qeyd etmişəm, görürsüz? Yazmışam 3, troya. Hər şeydən öncə gəlin yadımıza salaq ki, 3 və troya arasındakı, yəni ki, qrammatik olaraq fərq nədir? Bu iki sayın fərqi nədir? 3 3'tü, Troya'da şəhər olub. O troyadır. 3 количественное числительное, трое собирательное. Bəli, bildiyimiz topluluq bildirən saylardır. Собирательное числительное. Xatırladıram bunlar hansılar idi sizə? Двое, трое, четверо, пятеро, шестеро, семеро, восьмеро, девятеро, десятеро. Plus orada yenə var idi oba, obе. Oba, obenin də qaydası eyni 2 kimi. Oba özündən sonra orta cins və yaxud da kişi cinsi isimlər tələb edir. Obe özündən sonra isə qadın cinsi isimlər tələb edirdi. Правильно? То же самое, что и 2. İndi sizə burada nəyi göstərmək istəyirəm ki, bu da sizin qarşınıza səhv olaraq necə çıxa bilər. Baxın, aşağıda qeyd etdiyim 3 və troyanın ilk öncə məna olaraq əslində aralarında belə bir fərq yoxdur. Hər ikisi 3 deyə tərcümə olunur. Sadəcə 3 bildiyimiz normal miqdar sayıdır. Amma troya bu bildiyimiz topluluq bildirən sayıdır. Yəni 3 dənə əşyanı, 3 predmeti, 3 insanı bir topluluq olaraq bildirir. Tək fərqi budur. Və ən əsas nüans, biz bu topluluq bildirən sayılardan sonra oba, obeni çıxmaq şərti ilə 2, 3 bunları nəzərdə tuturam. Bunlardan sonra əsla hansı 2 cinsi istifadə edə bilməzdik? Nədən sonra? Troyadan sonra. Bəli, hansı 2 cinsi istifadə edə bilməzdik? Mужской средний. Мужской средний или женский средний? Женский средний. Женский средний. Bəli. Bu indi Troya değildi. Troyadan sonra qadın cinsi və orta cins istifadə etmək olmaz. Nельзя употреблять слова женского рода и среднего рода. Heç bir halda. Bizim A variantımız da ona görə səhvdir. İndi orada gələcəm. Mən indi sizə burada nəyi izah etmək istəyirəm? Bəli, indi gələcəm orada niyə o səhvdir. Mənim əyənimdə çoxsa onu səhv yazıb. Başa düşməyiblər çünki. Теперь запомните, пожалуйста. Baxın, sizə burada troya sözünü qeyd etmişəm və fikir verirsiniz, mən onun yanında 2 sonluq qeyd etmişəm. Ix. Görünür də düzdür. Теперь запомните, пожалуйста. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu sayılar hallandığı zaman ix sonluqlarını qəbul edirlər. Bunu bildiyimiz normal miqdar sayıları ilə qarışdırmayın. Yəni burada olan bu tроих bildiyimiz troya собирательное числительное, yəni ki bu topluluq sayının sadəcə hallandırılmış formasıdır. Təkrarlayıram, hallandığı zaman ix. Bilirsiniz daha çox nəyə oxşuyur? Sifət cəm formasında olan hər hansı bir sifəti götürək. Например, красивые. Cəm formasındadır da, düzdür, ıy kimi. O necə hallanırsa, eyni şəkildə də bu sayılarımız hallanır. Красивые, красивых, красивым. Eyni şəkildə трое, троих, троим. Yəni ki, 3 və troyanı bir-birindən bu tip cümlələrdə ayırmağı bacarmaq lazımdır. Çünki ola bilər ki, sizə məsəl üçün belə bir cümlə versin. Она не может работать за 3 девушек. Bu cümləmiz düzgün olacaq. Она не может работать за 3 девушек. Это разве правильно? Нет. Çünki troya девушек istifadə oluna bilməzsə, hallandırılmış formasında istifadə oluna bilməz. Правильно? Верно? Так что, пожалуйста, bu nüansa biraz diqqətli olun. Так, B və C variantlarında по 3 пособиям, старый друг лучше новых 2. Burada bir problem yoxdur. Problem variant var. Variant A-da. Variant A-da nə problem var? İzah edirəm.
Studentka sözümüz var burada. Gəlin o sözü baxın oradan qeyd etmişəm sizə. Qadın cinsi, daha doğrusu ilkin formasında istifadə etmişəm. Sözümüz ilkin formasında olub nə? Studentka. Например, futbolist, futbolistka. Правильно? Və bizim bu məşhur qaydamız после пятера qadın cinsi istifadə oluna bilməz məsələsi A variantında, yəni ki, pozulub. Pozulduğuna görə də nitq səhvi hesab olunur. Пятеро студенток olmaz. Demək deyə bilərdiniz пятеро студентов. Çünki studentov sözünü mən ilkin formasına qoyanda student kişi cinsinə aiddir və heç bir problem yoxdur. Amma studentok sözü qaydaya əsasən topluluq bildirən sayılardan sonra qadın cinsi, orta cins istifadə oluna bilməz deyə пятеро студенток səhv hesab olunur. Aydındırmı? Hı? Aydındır. Все, отлично, хорошо. İndi mən keçirəm 18-ci suala. İndi whiteboard-da açıb onun üzərində yazacağam sizin üçün. Hə? Gəlirik indi sizin sualınıza. İndi daskanı açıb onun üzərində öncə bütün hamısının tərcümələrini sizin üçün qeyd eləyəcəm. Daha sonra suala geri dönüş edəcəksiniz. Хорошо? Deməli 18-ci sual variant A-dan başlayıram. Правильно? Deməli orada 2 dənə paronim var. Birinci paronimimiz это заразительный. Aşağısında da digər paronimini qeyd eləyəcəm ki, arasındakı fərqi sizə izah edim. Bu oldu заразительный, bu oldu заразная. Deməli yadda saxlayın. Bu birinci paronimimiz Azərbaycan dilinə ümid edirəm ki, düzgün tərcümə edib sizə çatdıra biləcəm. Keçici deyə tərcümə olunur. Keçici. Oy, səhv yazdım deyəsən. Keçu. Burada C olmalıdır. Keçici. Zaraznaya isə yoluxucu. Agi, mən keçici deyəndə nəyi nəzərdə tuturam? Rusların belə məşhur bir atalar sözü var. Bəlkə də eşitmisinizdir. Plохая привычка заразительна. Deyir, pis vərdiş keçicidir. Məsəl üçün, kimsə sənin yanında pis nəsə eləsin, sən də həmən onu atlayırsan və eləmək istəyirsən. Məsəl üçün deyirəm də. Əgər söhbət xanımlar, bəylər, hər hansısa bir mücərrəd olan prosesin keçiciliyindən danışırsa, məsəl üçün, mən deyirəm заразительный смех. Necə başa düşürsünüz заразительный смех? Как вы это понимаете? Yoluxucu gülüşdə, yəni gülüşdən gülüş doğur mənasında. Ayşə, o gülür, sən də başlayırsan onunla birlikdə gülməyə. Deyirəm ki, заразительное настроение. İnsanın məsəl üçün çox yaxşı əhval-ruhiyyəsi var, o sənə də keçir. Хорошо, заразительная привычка, məsəl üçün alışqanlıq hər hansısa. Söhbət əgər hər hansısa bir hal-əhvalın, pozitivliyin, negativliyin, keçiciliyindən danışırsa əgər, это заразительный. Və mən bura primer olaraq yazıram заразительный смех. Yoluxucuda amma nə var обязательно? Инфекция. Значит, болезнь, она все-таки какая? Заразная. Заразительный смех, но заразная болезнь. Arasındakı fərq aydındır. Söhbət infeksiya olaraq yoluxucudan gedirsə, заразная. Söhbət amma əgər keçicidən gedirsə, вот это заразительное. Хорошо? Elə bu cümlə olaraq da yadda saxlayın. Плохая привычка заразительна. Bu oldu mənim birinci paronim. Və bizim orada, sonra üzərindən bir dəfə də keçəcəm. 18-ci sualda A variantda belə bir cümlə var. Перенести болезнь. Болезнь все-таки какая? Она у меня заразная. Заразительная olmaz. Правильно? Ona görə bu buradan getdi. Значит, bu oldu bizim birinci paronimimiz. Aydın olmayan nəsə varmı burada? Все, çox gözəl. İndi mən gəlirəm variant B-yə. O uzun olan paronimimizə. İndi izah edəcəm, niyə siz onu orada səhv etmişsiniz. Deməli, hər şeydən öncə ondan başlayayım ki, B variantında bizim kost deyə bir sözümüzdən yaranan paronimlər var. Siz mənə deyin görüm, kost necə tərcümə olunur? Bildiyimiz sümük. Sümük. Правильно, все хорошо. Və bu kost sözündən bizim yaranan 3 dənə paronimimiz var. Bizə imtahanda düşən, qarşımıza çıxa biləcək 3 dənə paronimimiz var. Хорошо? Birinci paronimimiz, mən orada olanın ikincisini izah eləmirəm. Hələ ki sadəcə sümüyə aid olanlara toxunuram. Birincisi var kostный. Sorry. Yaxşı yazım. Kostный. Bax, bunu yadda saxlayın. Bu bildiyimiz sümüyə aid olan. Например,
Kostный mozq. Nə deməkdir kostный mozq? Onurğa beyni. Bəli. Və yaxud da ümumiyyətlə ümumi olaraq belə yadda saxlayın. Sümüyə aid olan nə varsa aid olacaq buna. Bura belə yazaq kostный mozq. Хорошо? Ne biz bunu kosmos aspekt edəməlim tutam ki, sümüklü şeydə də aspektdə yəni nə gedir aspekt. Ты имеешь в виду rujyo bunları? Yox, ümumiyyətlə kosmos sözündə yəni sümüyə aid eləməkdə. Burada material mənasında gedir kosmos. Yox. Sən bir balaca qarışdırırsan. İndi sən o dediyin material məsələsi bir digərində var. Kostyanoy. Sən şəkilçini qarışdırırsan. Kostyanoy da aspekt. Bəli. Sənin dediyin молодой человек o sufiks in, an, yan material bildirirdi. Burada o sufiks yoxdur. Хорошо? İndi gəlirəm ikinci məsələyə. Var bizdə kostyanoy. Sən dediyin kostyanoy. Material verəm. Aysa, o sən demişsən, burada yan var. Kostyanoy. Bax, kostyanoy bu bildiyimiz sümükdən hazırlanmış. Например, не знаю, kostyanoy nə götürə bilərik? Noj, например, olsun, məsəl üçün. Или suvenir, например, olsun da. Nə isə ki, siz sümükdən hazırlanmısınız. Хорошо? Kostyanoy noj yazaq, məsəl üçün. Bunun hələ bir dənəsi də var. Yadında olan var. Kastistaya, bəlkə yadınızdadır. Kastistaya? Bəli. Sümüklü? Baxın, mən bu kostyanoy sözünə sizə bir dənə baba-yaqa temasında demişdim. Bol mənasında. İndi ona da gələcəm. Siz mənə deyin görün. Rıba, ha? Da. Bax, görürsünüz ki, demişdim. Baba, ist var da burada. Bu ist nəyi bildirirdi mənə? Sümüyün çox olduğunu bildirirdi. Bol da, o şeydə materialdan boldur. Bəli. Kastistaya rıba, например. Хорошо. İndi siz mənə deyin görün. Mən bu kostyanoy sözü ilə baba-yaqaya aid bir məsələ də demişdim sizə. Помните, baba-yaqa, kostyanoya naqa? Bəli. Çünki niyə? Çünki baba-yaqanın ayağı nədən hazırlanmışdı? Sümükdən hazırlanmışdı. Вот, например, наша нога, она, например, костистая может быть, да? Yəni ki, sümüklü, çox sümüklü bildiyimiz. Хорошо? Amma bir də var ki, sən nəyisə sümükdən hazırlayırsan. Bax, bu elə dediyim şəkilçilərə görə düşünürəm ki, siz sözü ayırt edə bilərsiniz. İndi в любом случае tuberkuloz hansına aid olacaq burada? Xəstəlik olaraq. Təbii ki də birincisinə. Çünki orada material yoxdur. Sümüyün çoxluğu da yoxdur, amma sümüyə aid olma məsələsi var. Это тоже понятно? Mən tərcümə səhv elədim. Orada heç tərcümə yox. İndi orada bir dənə də pardon. Sümüklü xəstəlik olmaz. İndi gəlin bir dənə də məsələyə. Sizin orada o səhv elədiyiniz kostный məsələsinə. Baxın, kostnayın sinonimu olaraq mən götürə bilirəm отсталый. Nə deməkdir отсталый? Geridə qalmış. Asla geridə qalmış. Всё. Костный это отсталый. Например, костный взгляд. Nə deməkdir kostный взгляд? Geridə qalmış baxış, hər iki mənada. Yəni hər iki mənada deyə bilmərəm. Ümumiyyətlə də baxış açısı olaraq geridə qalıb. Хорошо? Поэтому вот это тоже запомните. Deməli, burada olan bu iki söz var ha. Qeyd olunub burada. Заболеть tuberkulozum. Allah eləməsin. Mötərizə içərisində var. Kostный bir sümüyə aid olan. Bir də kostный значение отсталый. Правильно? Normalda baxsaq bunlar heç eyni köklü də deyillər. Sadəcə paronim olaraq istifadə olunur. Çünki bir-birlərindən sadəcə bir hərflə fərqlənirlər. Всё понятно до сих пор? Понятно. Всё. İndi gəlirəm, yenə deyirəm, C variantını keçdim. İskustveni daha izah eləmirəm. Düşünürəm ki, yadınızdadır. Gəlin bir digərinə. Это эффективный və эффектный. Теперь запомните. Эффективный. Baxın, bu ümumiyyətlə от slova effekt götürülüb də təsir. Təsiri nəticəsi olan. Keçən dəfə priyom söhbəti var idi. Pomniş, Anar, sənə izah elədim. Dedin, müəllimə, orada bu mənada deyil. Kompozisiya temasında, pomniş? Priyom. Baba, effektivli priyom deyə bilərsən. Priyom hansı mənada istifadə olunur burada? Yöntəm. Burada bu. Хорошо? Все. Deməli, effektivli priyom ola bilər. Effektivli, может быть, priyom, metod, spособ, не знаю. Nəinki nəticəsi var, yaxşı təsiri var. Bu olacaq effektivli лекарство.
Yəni çox təsirli dərmandır mənasında. Вот это получается эффективный. Amma indi gəlirəm effektli məsələsinə. Effektli gözəl təsir bağışlayan deyə tərcümə olunur. Например, deyirəm, очень эффектная женщина. Эффектная женщина, qadın, çox gözəl təsir bağışlayan qadın. Например, эффектное выступление ola bilər. Çıxış mənasında. Правильно? İndi bizə burada deyir ki, deməli bu sualda 18-ci sualda D variantında принять меры, qaydalar, qanunlar qəbul etmək. Onlar da necə ola bilər? Gözəl təsir bağışlayan qayda, qanun ola bilər. Xeyr, amma təsiri olan, nəticəsi olan qayda, qanun ola bilər. Правильно? В любом случае D variantımızda effektivный sözü düzdür. İndi Anar, mənə nə maraqlıdır? Sən burada Y variantında skrytый var və skrytный var. Yaxşı, mən kosnoy temasını bildim ki, sən orada tərcüməni səhv bildin. Biz bunu bir 10 dəfə demişik axı elə bil ki, skrytый. Mən sizə o vərəqimi çəkib atsam, müəllim. Hə. Siz deyərsiniz ki, anar. Mən götürüb bu yeni yekə bir kuruğa almışam ki, budur. Amma variantı götürüb beyni qaralamışam ki, yox, burada yəqin də mit tərəf mənasında müəllim yazır. Ki, sümüklü şey olmaz da, vərəm olmaz, belə deyək. Götürmüşdüm beyni. Скрытый это в значении тайный, gizli. Gizli. Например, скрытый враг. Bildiğimiz gizli düşman. Скрытный характер. Человек. Хорошо? Все. Обладать скрытным xarakterim olmalıydı normalda. Amma mən orada seçmişəm skrytым xarakterim. Хорошо? Bu da belə. Все понятно bu sualda. Aydın olmayan nəsə qalıb sizə? Hamıya. Нет? Все. Məncə burada yəni xanımlardan da bir dənə soruşaq. Olsa hər halda deyərsiniz xanımlarda. Все понятно. Хорошо. 19 вопрос. Əslində düz bu sualın bir balaca fərqli formatını biz bu yaxınlarda sizinlə işləmişdik. Hətta mən çox tez-tez istifadə edirəm o sualı model sual olaraq. Siz mənə deyin görün. Baxın, bizim model sual olaraq bir çay məsələmiz var idi. Bir də снять, снимать məsələsi. Помните? Bəli. İndi bu eyni tip məsələdir. Mən sizə cümlə vermişəm. Наши друзья на каникулы сняли небольшую квартиру в центре города недалеко от парка. Aysa, burada сняли небольшую квартиру. Məndən nə istəyir? Bax, снять sözünün mənasını tapmalıyam verilən cümlədə. Hal-hazırda kiraya götürmək mənasında istifadə olunur. Правильно? Aşağıda verilən cümlələrdə də eyni mənada istifadə olunan götürməli moda D variantında снять помещение. Məkan icarəyə götürmək. Başqa снять, снимать-ın hansı tərcümələri var idi? Deməli, müəllim, birincidə burada əsəbləri atmaq mənasında gedir. Хорошо. B variantında снять sözünün, снять фуражку nə deməkdir, Anar? Как понять снять фуражку? Papağı çıxartmaq, furajdan başdan geyim çıxarmaq mənasında. Снять пальто, снять кепку, снять шапку и так далее. Правильно? Снять помещение, понятное дело. Bu icarəyə götürmək, снять квартиру. Aha, снять осаду. Yəni bu da azad etmək mənasında, çıxarmaq. Şey almaqdır, hansısa bir qalanın zadır da, mühasirəyə almaqdır. Mühasirədən, yəni mühasirəyə almağı dayandırmaq mənasında. Bəli, çıxarmaq mənasında, mühasirədən çıxarmaq mənasında. İndi bəs Y variantında? Hə? Burada məsələn снять осаду, burada biri var ki, yəni paltar çıxarmaqla eyni mənada deyil. Terminə görə mühasirəni şeyləmək, burada məsəl üçün снять осаду məncə ancaq şeylər eləyir, asadanı eləyən şəxslər eləyir də, eləyə bilər ona. Məsələn, mən mühasirəni qırıram. Mən mühasirəni qırıram. Amma снять осаду можно только тот, кто его поставил. Belə deyək də. Тот, кто взял осаду. Я вас поняла. Но в любом случае это в значении освободить, да, от осады, правильно? Mühasirədən azad etmək mənasında, mühasirədən çıxarmaq mənasında. Конечно, paltar çıxarmaqla eyni mənada deyil. Sadəcə bu burada məcazi mənada istifadə olunur, правильно? İndi siz mənə deyin görüm, yaxşı, bəs Y variantında снять все увиденное на пленку hansı mənadır?
Hansı mən? Çəkmək mənasında. Burada bəli, video çəkmək, qeydə almaq mənasında, videoya qeydə almaq, kameraya çəkmək mənasında. Deməli, снять, снимать sözünün 3 mənası var. İcarəyə götürmək, çıxarmaq mənasında və video qeydə almaq mənasında. Mənə cümlədə сняли небольшую квартиру icarəyə götürüblər mənasında istifadə olunursa, D variantımız tamamilə ora uyğundur. Yəni məndən də eyni mənada istifadə olunan ikinci bir cümləni istəyir. Снять помещение məkanı icarəyə götürmək deməkdir. И этот как его? Və mənim düzgün variantımdır. Aydın olmayan nəsə varmı? Sualım çoxdur. Всё, отлично. Bu bildiyimiz rus dilində deprичастие adlandırılan, Azərbaycan dilində səhv etmirəmsə feili bağlama olan bir nitq hissəsi var. Feili sifət Feili bağlamadır. Yox, feili sifət bağlama. Bəli, feili sifət. Naricədə. Da, feili sifət səhvimsə da zərf deyil. Deprичастие наоборот. var. Да. Насколько я знаю, это фейли бағлама, но я уточню все-таки. Хорошо, там признаки и там совпадают. Теперь смотрите, надо было ümumiyyətlə. Baxın, sizə belə bir feil götürüm, например. Давайте возьмем глагол читать. Bizim o sevdiyimiz qlaqol, правильно? Da, bundan deprичастие necə yaranır? Hansı formada nətər yaranır? Bunları sizə izah etməyəcəm. Çünki nəzərə alaraq bu imtahanda sizin qabağınıza çıxmır. Единственное, nəyi yadda saxlayın? Qabağınıza nə çıxa bilər? Bu читать, читая deyə bir forma ola bilər. Burada bu ya olacaq mənim şəkilçim. Və yaxud da bu forma qarşınıza çıxa bilər прочитав. Прочитав. Arasındakı məna fərqini izah edirəm sizə. Читая Azərbaycan dilinə oxuyarkən və yaxud da oxuduğum zaman прочитав oxuyub bitirdikdən sonra. Yəni bu читая proses nə edir? Davam edir. Burada proses nə edib? Bitib. Sən imtahanda bununla başlayan bir cümlənin içərisində buna aid nəsə bir söz, bunun özünü rastladınsa, deməli o cümlədə nitq səhvi ola bilər imtahanda. Aydındır? İndi nə edirik? Birinci olaraq, əgər bunun istifadə olunduğu читая, прочитав, deprичастиеnin istifadə olunduğu bir cümlə gördüksə, deprичастный оборот, yəni ona aid olan sözlərlə birlikdə o varsa əgər cümlədə, bizim sizinlə etməli olduğumuz bir iki nüans var. Bu читая, прочитав məsələsi təxminən aydındır. Məsəl üçün baxın, изучая, изучив, не знаю там, что там еще может быть. В общем, feillərin bu formaları da, хорошо. İndi cümlə əgər bununla başlayırsa, cümlədə buna aid nəsə bir söz varsa, birinci etməli olduğunuz məsələ кто что sualına cavab verən cümlə özünü tapmaqdır. Yəni nəyi tapmalısınız? Mübtəda. Mübtəda. Tapdın mübtədanı. Okey. İkinci olaraq feil. То есть qlaqol. Buna aid olan qlaqol. Üçüncü olaraq feili bağlama. Читая, прочитав. Читая və s. Dördüncü olaraq, bax bu dördüncü əsas nüansdır. Nə edirsən? Əgər sənin mübtəda həm feil, həm feili bağlamanı əgər bu ikisini də icra edirsə, bax buna da aiddirsə, buna da aiddirsə, mübtədan hər iki hərəkəti icra edirsə, cümlənin düzgün hesabı olunacaq. İcra etmirsə cümlən, yəni məsəl üçün birini icra edir, amma digərini icra etmir, cümlənin səhv hesabı olunacaq. Təkrarlayıram. Birinci mübtəda, ikinci feil, üçüncü feili bağlamanı tapdın, dördüncü olaraq ümumiləşdirirsən. Mübtədan feili və feili bağlamanı icra edirsə, cümlənin düzgün hesabı olunur. İndi sizə primer olaraq bir-iki cümlə gətirirəm. Siz də mənə deyin görüm. Sizcə bu cümlələr düzgündürmü, yoxsa ki səhvdir? Öncə mən yazım, siz biraz düşünün, olar. Sразу mənə variant, hə, düzdür, yoxdur, səhvdir deməyin. Ki, hamının düşünməyə vaxtı olsun. Сыграв vals.
belə güclü yağır. Maşallah. Bəli. Allah bərəkət versin. Bəli, bizə də güclü yağır. Hansı tərəfdəsiz siz? Biləcəkdə. Hə, mən Yasamaldayım. Burada elə yağır. Yəni pis deyil. Yağıntısı yaxşıdır. Хорошо. Oy, siz Kənan niyə mənim yazdıqlarımı silirsən? Ay Kənan. Cümləyə baxın zəhmət olmasa. Hər kəs özü üçün biraz düşünsün. Sizcə bu cümlə düzdürmü, yoxsa səhvdirmi? Mən də iki qurtum çay götürüm. Siz düşünün. İzah edəcəm indi. Keçə bilərəm izaha? Keçə bilərik mən də. Хорошо. Deməli, öncə nə dedik? Deməli, baxın cümləmizin bu vergüldən sonra olan hissəsi var. Baxın, burada bir vergülümüz var. Bu da vergüldən sonra olan hissəsidir. Cümləmin vergüldən sonra olan hissəsinə mən nəyi tapmalıyam? Mübtəda tapmalıyam. Что? Звуки. Nə? Səslər. Düzdürmü? Hamı mənimlə razıdır? Da. Gəlin ikinci hissəyə. Они что сделали? Оборвались. Nə etdilər? Yəni, söndülər, qırıldılar. Правильно? Baxın, mübtədamı tapdım. Feilimi də tapdım. Üçüncü olaraq nəyə baxırdım? Feili bağlama. Вот, сыграв. Правильно? İndi siz mənə deyin görüm. Mənim səsim kəsilə bilər. Səslər kəsilə bilər. Səslər vals oynaya bilərmi? Нет. Нет. Все, значит, cümləniz səhvdir. Aydın niyə səhvdir? Да, понятно. Bu qədər sadə. Значит, находите сначала подлежащий. Mübtəda tapırsınız. Feili tapırsınız. Feili bağlamanı tapırsınız. Son olaraq da ümumiləşdirirsiniz. Mübtədanız həm feili, həm də feili bağlamanı icra edirsə, cümləniz düzgündür. Yaxşı, bir dənə də cümlə yazım. Nətər şeydir, dildə mən çatmır. Vallahi arada bir mən də belə zəhləm gedir bu rus dili. Əsəbləşmə. Bu məntiq nə? Yox, heç oxuyursan düz gəlir. Axı mən durub burada şey Ay, axtarmalıyam. sağ ol, bax, Anar. Elə problem də ondadır ki, biz niyə buna nitq səhv edirik? Çünki danışılanda da, oxunulanda da normal gəlir. Danışır axı. Rus səhv danışır da bu. Azərbaycanca bizim səninlə danışdığımız görə hər şey düzdür. Hə? Bizim səninlə məsəl üçün o danışdığımız Qrammatik danışırıq ki, qrammatika ilə adi, ədəbi, mədəni nə bilim, bəli, dil eyni deyil də. Bilirsiniz necədir? Biz literaturlu dildə danışırıq. Onlar razgovorni reçdə. Mən orada yaşadığıma görə mən bilirdim də. Yəni mən müəllimimdən soruşdum, deyirsiniz danışdığımız biz literaturla yazırıq. Да, Onlar разговорная речь у них, поэтому нам непонятно. Нет, если честно, я когда с русскими общаюсь, mən onların səhvlərini çox tuturam. Məsələn, chatdə falan görürsüz ki, danışırlar. Allah deyirəm, ay Allah'ın solu necə bunu səhv yaza bilərsən? Mən uşaqlarımın gözünü çıxardıram da onu orada səhv yazanda ki, sən bunu bura necə səhv yaza bilərsən? Amma onlar ona fikir verirlər. Eyni bizim Azərbaycan dilində danışdığımız kimi. Güya bizim Azərbaycan dilində danışdığımız hər şey düzgündür və yaxud da mən adi dərs izah edəndə nə qədər söz unuda bilirəm, nə qədər sözü rusca istifadə edirəm, Azərbaycancası yadıma gəlmir. Sizcə bu da əslində belə baxanda düzgün deyil. Sadəcə izah etmək istəyirəm ki, bax, niyə mövzunun adı nitq səhvidir? Çünki nitqdə bunu biz belə istifadə edirik. Amma bu o demək deyil ki, o düzdür. Bu rечевая ошибка ona görədir budur. Niyə paronimin səhv istifadəsi nitq səhvi hesab olunur? Rus dili müəlliməmiz var məktəbdə. Slabый kontingent demək yerinə məktəbin uşaqlarının zəif olduğunu demək istəyir. Mən deyir, в школе слабый континент. Düşünə bilirsiniz, müəllimə belə kontingent Bəli, bəs müəllimə belə kontingentlə kontingenti qarışdıra bilirsə, əgər paronimdir də, düzdür? Deməli bu təbii ki də bir nitq səhvi hesab olunacaq. Yəni kontingent bizim может механическая ошибка. Нет, дело в том, что она повторила это несколько раз. Она хочет показаться слишком умной. Она понимает, что я окончила русский сектор, и со мной связываться не надо. Сама она окончила азербайджанский сектор и хочет показаться слишком умной. И чтобы вот показаться слишком умной, она вот пользуется этими пафосными словами, и в итоге получается вот это. Вот вы не поверите, я тоже, как вы, подумала. Я подумала, а может, все-таки она ошиблась? Кто из нас не ошибается? Мы все можем ошибиться, правильно? Но она вот это одно и то же несколько раз повторяет. Понимаете? Человек может один раз ошибиться, правильно? И скажет, что да, я pramahнулась, da, bывает. Но eyni şeyi 10 dəfə təkrarlayırsansa, deməli sən o sözü şeyi bilmirsən. Bilmədiyin şeydən niyə istifadə edirsən denən.
Hər şey qoydum bir kənara. Kontingent sözü bizə tanış söz olmaya bilər. Kontinent sözü də bizə tanış deyil. Kontinent axı coğrafiyadan bildiyimiz bir şeydir. Правильно? Mənim özümə də o qədər tanış olmayan məsələ ola bilər ki, amma yəni madəm istifadə edirsən, ya bunu demə. Deyirəm ki, здесь слабые ученики, məsəl üçün. Ya da bunu istifadə eləmə də, yəni bilmirəm. Ona görə demək istəyirəm ki, nitq səhvi də elə ona görə deyilir ki, dildə normalda istifadəsi düzgün hesab olunur. Heç kim ona fikir vermir, amma biz onu səhv olaraq götürürük. İndi mən gəlirəm o cümləmizə. Bu bir dənə də cümlə yazım, onu da baxın, düzdür yoxsa səhvdir, sonra keçim suala. Можно? Теперь смотрите. Проходя мимо дома лучше belə yazım. Была слышна музыка. Yenə bir dəqiqə vaxt verirəm. Baxın zəhmət olmasa. 2 минуты. Дома была слышна музыка. Baxın zəhmət olmasa. Düz deyil. Düz deyil. Niyə düz deyil? Baxaq birlikdə. Muzikanın yanında çıxa bilməliyik. Onsuz eləmək söhbəti var da, problem odur. Aysa. Все, давайте разберем тогда. Birinci nə edirik? Bax, burada mənim elə bil ki, belə yadda saxlayın. Və burada mənim feili bağlamam var da, proxadya. Nə deməkdir proxadya? Keçərkən, keçdiyim zaman. Düzdür, al sənə ya. Burada yox, mən elə ki cümlənin vergüldən sonra olan hissəsində mübtəda tapmalıyam. Что muzika? Muzika была слышна. Musiqi eşidilirdi. Eşidilirdi. Bu oldu mənim elə bir ki, вот это моя грамматическая основа da, cümləmin qrammatik bir hissəsi, əsas hissəsi deyək. İndi siz mənə deyin görün, mahnı eşidilə bilər. To есть mübtəda feilimi icra edir. Mahnı evin yanından keçə bilərmi? Проходить feili ilə icra. Всё. Значит, cümləniz səhvdir. Всё. Bu qədər sadə. Хорошо. İndi dönürəm ora. Evin yanından keçərkən. Yaxşı, lap olsun evin yanından, istəyirsən evin içindən. Muzika sözü, проходить sözü ilə istifadə olunmur axı. Muzika проходить не может. То есть она может даже если может в переносном значении, o da mənə lazım deyil. Хорошо. Proxadiya ilə musikanı uzlaşdırırıq. Bəli, çünki dedim axı birinci mübtədanı tapdım, bax bunu tapdım. Feilimə aid oldu. Çünki mahnı eşidilə bilir. Amma mahnı keçə bilməz. Всё, deməli səhvdir. Aydındır? Всё. İndi gələk bir dənə sual. Значит, 20-ci sualdan məndən nitq səhvi olan cümlələr istəyir. Deməli, baxırsınız birinci cümləmə və ikinci cümləmə. Bu dəqiqə sizə izah elədiyim qaydanın iki cümləsidir. Biri düzdür, biri səhvdir. Bax, sizə birinci cümləni oxuyuram. Прочитав книгу, мне захотелось спать. Bax, gördünüz bu прочитав? Gördün? Müəllimə, bir də bağışlayın. Görsənmir ekran. Ой, sorry. Секундочку, сейчас будет. Значит, deməli, bu прочитавla olan məsələni gördünüz. Сейчас видно? Bəli, müəllim. Да. Значит, bax bu прочитав книгу temasını gördün, avtomatik olaraq başlayırsan. Birinci в общем, informatikanı yadınıza salın. Bir alqoritm məsələsi olsun da beyninizdə. Birinci nəyi axtarırıq? Mübtəda. Alqoritmdə birinci Mübtəda. Da. İndi mən sizə sual verirəm. Alqoritm deyir, mən x-dən y. İndi o alqoritm deyil də, etap yaxşı. Etaplarımızdan birinci etap olsun. Nə axtarıram burada? Birinci mübtəda axtarıram. İndi mən sizə sual verirəm. Ay Azərbaycan Respublikasının azad vətəndaşları. Birinci cümləmdə кто sualına cavab verəcək. Bax, təkrarlayıram ha. Прочитав книгуdan sonra gələn hissə dedim axı, feili bağlama olan hissə yox. Mənə. Мне kim sualına cavab verir? Anar. Kому, мне? Yox, mübtəda da orada. Прочитав книгу. Mübtəda deyil, o tamamlıqdır. Mübtəda deyil.
Tamamlıqdır. Üzrsən, bağışlayın. Bu asıqqa deyil. Mən deyirəm, amma niyə seçmişəm o? Hə, bəli, orada yoxdur mübtəda o cümlədə. Vəsə, qardaş, mübtəda yoxdursa və sən ora yoxdur. və yaxud da sən o... Bax, mübtəda yoxdur, cümlənin 99% səhvdir. Bilirsiniz nə vaxt düz ola bilər? Məsəl üçün, cümləndə yazıb cümlə... Və burada yoxdur, düzdür? Və mən bu cümləyə mübtəda qoya bilmərəm. Məsəl üçün, cümləmin ikinci hissəsində yazıb çitаю. Çitayun qabağına nə qoya bilərsiniz? Hansı əvəzliyi qoya bilərsiniz? Ya çitаю. Ya. Bax, və yaxud da сделаешь. Hansı əvəzliyi qoya bilərsiniz? Ты. Правильно? Bax, biri var ki, cümlədə mübtəda yoxdur. Mən bu cümləyə mübtəda qoya bilmərəm. Amma biri də var ki, bax, feilə baxırsan, normalda mübtəda yoxdur. Amma sən ora rahatlıqla o əvəzliyi qoya bilirsən də. Bilirsən ki, çitаю özündən qabaq başqa heç bir əvəzliyi istifadə edə bilməz. Düzdür? Biri var, təkrarlayıram, bax, mənim birinci cümləm səhvdir. Niyə səhvdir? Cümlədə mübtəda yoxdur. Mən bu cümləyə mübtəda qoya bilmirəm. Feil yoxdur çünki, elə bir feil yoxdur. Amma bəzən elə olur ki, çox nadir hallarda olur, amma ola bilir ki, cümlədə mübtəda yoxdur, amma mən ora feilə uyğun mübtəda qoya bilirəm. В любом случае, cümlədə mübtəda yoxdursa 99% səhvdir. Ancaq 1% düz, ancaq onda ola bilər ki, siz ora feilə uyğun olaraq mübtəda qoya biləsiniz. Ona görə mənim birinci cümləmdə mübtəda yoxdur deyə söz ki, mən dəlşə baxmıram. Mənim iki dənə ortada, necə deyim, hərəkətim var, amma hərəkətimi icra edən mübtəda yoxdur. Deməli, cümləm səhvdir. İndi baxın ikinci cümləyə. Идя по парку, мы услышали пение птиц. Вопрос, где подлежащий? Hanı mübtəda? Мы что сделали? Услышали. Biz nə etdik? Eşitdik. Varmı bizim mübtədamız, feilimiz yerindədirmi? Yerindədir. Gəlirəm. İdя, getdiyimiz zaman. Мы идем. Biz gedirik. Harda? Parkda, park boyunca. Deməli, mübtədam feili icra edir. Biz park boyunca gedirik. Всё. Ala, düzgün cümlə, heç tərcüməyə ehtiyac yoxdur. Və hətta istəyirsə xətrini üçün eləyim. Biz quşların səsini eşitdik, oxuma səsini eşitdik parkda getdiyimiz zaman. Идя по парку. Всё. Son dəfə. Кто мы? Мы что сделали? Услышали. Идя по парку. Всё. Etməli olduğunuz tək şey. Mübtədanı tapdın. Feillə uzlaşdırdın. Və baxırsan, deprikasiya ilə də istifadə olunurmu? Olunmurdu. İkinci cümləm düzdür, birinci cümləm səhvdir. Bu dənə də burada səhv var, üçüncü cümlədə. Budut написать olmaz demişdim. Budut özündən sonra təmiz, bitməmiş tərzdə olan feil tələb edir. Budut писать, будут читать, будут изучать. Düzdür. Будут прочитать, будут написать, будут изучить. Səhvdir. Niyə? Çünki birinci üç feilim çitать, писать, изучать prosesin davam etdiyini bildirir. Bitməmiş tərzdədir. Что делать sualına cavab verirlər. Amma ikinci saydıqlarım прочитать, написать, изучить. Bu feillər prosesin bitdiyini bildirir. Будут feili ümumiyyətlə ya буду, ты будешь, он, она будет. Мы будем, вы будете, они будут. Özündən sonra təmiz, heç nəsiz feil tələb edir. Yəni ki, ilkin formasında olan, bitməmiş tərzdə olan feil tələb edir. Ona görə də будут написать səhvdir. Aydındır? Bəli. Всё. Да. Всё, отлично. Я очень рада. Есть какие-то вопросы? Məhkəmə baxa bilərik. Да, давайте.